Biləsuvar rayonunda ölümlə nəticələnən bədbəxt hadisənin təfərrüatı məlum olub. Qafqaz İnfonun əldə etdiyi məlumata görə martın 6-sı saat 21 radələrində 1995-ci il təvəllüdlü Eyvaz Bağrılının yaşadığı Təzəkənd kəndindəki evdə tüfənglə ehtiyatsız davranması nəticəsində atəş açılıb. Güllə onun 1968-ci il təvəllüdlü atası İqbal Bağırova dəyib. Xəstəxanaya yerləşdirilən İqbal Bağırov orada ölüb, oğlu isə saxlanılıb. Ondan müvafiq sənədləri olmayan nömrəsi silinmiş İJ-58 markalı ov tüfəngi götürülüb. Baş vermiş faktla bağlı araşdırma aparılır. Qeyd edək ki, ilkin məlumatlarda İqbal Bağırovun özünün ehtiyatsızlıqdan atəş açdığı və bu zaman güllə xəsarəti alaraq öldüyü bildirilirdi. Mərhum Təzəkənd kənd icra nümayəndəsinin qardaşıdır və pambıq toplama məntəqəsində işləyirmiş.